Salam hörmətli izləyicilər. Qeyd edim ki, biz Azərbaycan Respublikası Könüllü İctimai Müəssisə İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bəli, bizə qeyd edim ki, Göyçay kəndəndən bir neçə ay bundan öncə müraciət olunmuşdu. Yəni, Şərqi kəndinin aşağı hissəsi deyilən yerdə elektrik transformatorunun köhnə olması, işlək vəziyyəti olması ilə əlaqədar ki, yəni problem vardı, tez işıqlar sönürdü, işıqlar zəif idi. Biz də bununla əlaqədar Göyçay elektrik şəbəkəsinə müraciət etdik, adət üzrə ki, bu insanlar, yəni burada əziyyət çəkirlər işıqdan, işığın zəifliyindən tez işıqların sönməsi ilə əlaqədar. Nəhayət ki, bugün məsələ öz həllini tapdı. Qeyd edim ki, bugün artıq, yəni may ayının 9-u 2025-ci ildə Göyçay elektrik şəbəkəsi həmin o deyilən transformatorun dəyişilməsinə qərar verdi, yəni yenilənməsi ilə əlaqədar. Biz də gəldik bura, yəni çünki bu ictimai nəzarətin də bir növ xidmətidir. Çünki biz daima bu işlərlə məşğuluq, yerdə olan negativları araşdırır, adi qurumlara çatdırırıq. Biz də gəldik, bugün burada çəkiliş edirik və həmin o görülən işi sizə təqdim edirəm. Mən ilk öncə buradan Göyçay rayonunun icra başçısı Natiq müəllim Ağayevə təşəkkür bildirirəm. Göyçay elektrik şəbəkəsinin rəisi Şahmar müəllimə minnətdarlıq bildirirəm ki, çox sağ olsunlar bu işdə daima belə deyək, insanlara köməklik, dəstək olmuşlar. Və bütün elektrik işlərinin fəhlələrinə, monitörlərə minnətdarlıq bildirirəm. Güzəldir, mən həmin o görülən işi təqdim edirəm. Bax, bu gördüyünüz kimi köhnə elektrik transformatoru, yəni bu dəyişdirilir, yəni yeni blokla əvəz olunur. Çox sağ olsunlar, burada bax, gördüyünüz kimi elektrik şəbəkəsinin işçiləri burada xidmət göstərir, hər biri əziyyət çəkir, çox sağ olsunlar. Bəli, hər biri xalqımıza, dövlətimizə xidmət edir. Bütün bunlar xalq tərəfindən doğrudan da bəyənilir. Çünki hər bir işdə, hər bir məmur öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Və Cənab Prezidentimiz həmişə bunu qeyd edir ki, yerlərdə bütün məmurlar öz işini görməlidir və xalqa xidmətlidir. Və bu da bir bariz nümunədir ki, Göyçay elektrik şəbəkəsində də bu işlər ardıcıl sürətlə həyata keçirilir. Elektrik transformatorlarının yanların çəpərləməsi layihəsi həyata keçirilir. Biz onu çəkib təqdim etmişdik, yəni vaxtında. İnşallah bir daha uğurlar olsun və burada da gördüyünüz kimi həmin küçədə yaşayan insanlar da buradadır və onlar da burada öz təşəkkürlərini bildirirlər dövlətimizə, prezidentimizə, yerdə olan məmurlara ki, belə xidmətlər həmişə xalqa göstərilməlidir. Eşq olsun, bəli, həmişə xalqına xidmət edən bizim məmurlarımıza. Daima bizim məmurlarımız çalışmalı ki, insanlar yerdə rahat yaşasın, rahat həyat sürsünlər. Bir daha Çərəkə sakinləri adından, öz birliyimiz adından Göyçay rayon icra başçısı Natiq müəllimə və Göyçay elektrik şəbəkəsinin rəhbəri, sədri Şahmar müəllimlər və eləcə də burada çalışan bütün işçilərə öz təşəkkürümüzü bildiririk. Çox sağ olsunlar, var olsunlar. Allah xalqımızı, dövlətimizi qorusun.